Dərs 11-ə baxırıq. Bəli, dərs 11 bizdə nədir? Ədədi ardıcıllıqlar, silsilələrdir. Düşünmürəm ki, hər hansısa bir abituriyent və yaxud da dostumuz burada çətinlik çəksin, amma yenə də çox da çətin bir dərs deyil. Hazır düsturlar verilir. Düsturlara uyğun, yəni qaydaları, misalları, üzr istəyirəm, misalları və məsələləri həll edirik. Ardıcıllıq var, ədədi ardıcılığı. Ardıcılıq dediyimiz şey natural ədədlər çoxluğunda təyin olunmuş funksiyaya ədədi ardıcılıq deyilir. Yəni müəyyən bir düsturla biz onu təyin edirik. Yəni məsələn burada tutalım ki, bizə düsturun verib x-in bərabərdir 1 bölünsün n vurulsun n plus 1. Biz burada artıq n-ə istənilən bir qiyməti verəndə müəyyən bir ardıcıllıqla bizdə bir nizamlanmamış sıra yaranacaq. Ardıcıllığın ilk n həddinin cəmi Sn ilə işarə olunur. Sn bərabərdir. Bütün həddləri cəmləyirik. Bu bizdə də nə olur? Ardıcıllığın, yəni n həddinin cəmi olur. İlk n həddinin cəmi verilən ardıcıllığın n-ci həddi adlanır. Bu düsturu mütləq yadda saxlayın. A-n bərabərdir. Sn çıxılsın Sn minus 1 düsturudur. Ki, çox istifadə olunacaq, çox bizə lazım olacaq. Misallarda, məsələlərdə. Misal olaraq verilib ki, ilk n həddinin cəmi Sn 2n plus 1 düsturu ilə verilən ardıcıllığın 4-cü həddini tapın. Gördüyünüz kimi yuxarıda düsturda dedik ki, nədir? 4-cü hədd. A4 Sn A-n bərabərdir Sn çıxılsın Sn minus 1. A4 nəyə bərabər olacaq? S4 çıxılsın S3-ə gətirib bu bizdə verdiyi, yəni 4-cü həddir də. Burada n həddin nömrəsidir. Yəni deyir ki, 4. N-in yerinə nə qoyarsan? 4 qoyarsan. 4 qoyduğumuz zaman S4 11-ə bərabər olacaq. S3 də nəyə bərabər olacaq? 9-a. Fərqini tapanda cavabımız nə olacaq? 2 olacaq. Çətin deyil, asandır. Sadəcə düsturlar, qaydaları yaxşı bilmək lazımdır ki, vəziyyətdən yaxşı çıxış yolu tapa bilək. Daha sonra ədədi silsilə var. Ədədi silsilədən artıq danışımda biz burada müəyyən bir hədd qədər dəyişən bir silsilədən danışacağıq. Yəni deyir ki, ardıcıllığın hər bir növbəti həddi özündən əvvəlki həddən eyni bir ədəd qədər dəyişir. Yəni ədəd qədər dəyişirsə, buna biz ədədi silsilə deyirik. Məsələn, burada sıra verilib, deyir 2, 5, 8, 11, 26. Birinci həddimiz 2-dir. Çünki ilk yerdə dayanıb. İkinci həddimiz 5-dir və ən sonuncu həddimizə biz ayın deyirik. Burada D silsilə fərqidir. Yəni biz sırada dayanan, ardıcıl dayanan 2 ədədin fərqini tapsaq, bu bizdə silsilə fərqi olacaq. Tutalım 5-dən çıxıram 2-ni, nə elədi? 3 elədi. 8-dən çıxıram 5-i yenə 3 elədi. 11-dən çıxıram 8-i yenə 3 elədi. Və şərtdə də demişdik ki, eyni bir ədəd qədər dəyişərsə, biz bu ardıcılığa ədədi silsilə deyirik. Ədədi silsilə adlanır. Burada yenə Sn var, ümumi cəm düsturumuz var. A1 üstəgəlsin, A2 üstəgəlsin, A-n. Daha sonra D var. Məsələn, bizə deyər birinci həddi verər, ikinci həddi verər, davam elətdirər, bizdən D-ni soruşar. Normal qaydada D-nin düsturu belədir ki, A-n çıxılsın, A-n bölünsün, n minus n. Yəni yenə eyni qaydada da 2 ardıcıl hədd də götürsək, D eyni bərabər olacaq. Amma bəzən ardıcıl verməyiblər. Sondan bir hədd verər, əvvəldən bir hədd verər. Deyər ki, yenə də neynə? D-ni tapın. Bu düsturda yəni mütləq bilin ki, sizə lazım olacaq. Misal verib deyir A2 5-dir, A5 14-dir, D-ni tapın. Və bizə deyir ki, bu ədədi silsilədir. Amma nə edib? Bizdən uzaq həddlər verib və düsturu biz dedik necədir? D bərabərdir. A-n çıxılsın, A-n bölsün, n minus n. Yəni A5-dən A2-ni çıxırıq. Daha sonra onların ətəklərində duran var. Onlar bizdə n-dir. Onların nömrəsini göstərir. Yəni ikinci hədd və 5-ci hədd. Yəni 5-dən 2-ni çıxırıq 3. Surətdə də nə yazırıq? 14 çıxılsın 5, yəni 3-də 9 eləyir. O da bizdə nə verir? 3-ü verir. Gördüyünüz kimi asan düsturlar, yəni çətin deyil. A-nın ümumi düsturu var. A-nın düsturu buna bərabərdir ki, yəni ədəd silsilə üçün. A1 üstəgəlsin n-1 vurulsun D. Burada əsas məqsəd silsilənin həddinin indeksi ilə D-nin qarşısındakı əmsalın cəmi A-nın indeksinə bərabər olmalıdır. Ya okey, bu bizə deyir ki, məsələn, A5-i tap deyir. A5-i tap deyirsə, gətirib burada n-in yerinə 5 qoyacaq. A1 üstəgəlsin 5 çıxılsın 1, yəni 4-dir. Deməli, onda A5 nəyə bərabərdir? A1 üstəgəlsin 4 deyir. Yəni, həmişə yadda saxlayın ki, ümumi düsturda D-nin qarşısında dayanan ədəd bir vahid kiçik olacaq. Məsələn, tutalım A7-ni soruşarsa, A1 üstəgəlsin nə olacaq? 6 deyə olacaq. Cəm düsturlarımız var. Silsilənin cəmini tapmaq üçün biz bir-iki düstur var ki, onlardan ən çox istifadə edirik. Silsilənin cəm düsturu S-in bərabərdir A1 üstəgəlsin A-n bölünsün 2 vurulsun n. Bu n, yəni n-ci həddin nömrəsidir. Yəni çaşmayın ki, burada n nədir? Sual verir, deyir ki, mənə n-i verməyib, mən n-i hardan tapacam? N nömrədir.
Biz burada məsələn açılış eləsək, A-nın yuxarıdakı açılış düsturunu yerinə qoysaq, A1 üstəgəlsin -1 vurulsun deyə gəlib ümumi halımız nə olacaq? 2A1 üstəgəlsin -D bölünsün 2 vurulsun n şəklində olmuş olacaq. Yenə misalımız var burada. Deyir ki, A1-imiz 5-ə bərabər, A8 7-yə bərabər olsa, sizdən 2, 8 həddini cəmini tapın. Baxın, n burada özü verir. Yəni n deyir ki, sənin nədir? 8-dir. Çünki deyir ki, ilk 8 həddini cəmini tapın. Qeyd olunub. S8 bərabərdir A1 üstəgəlsin A8 bölünsün 2 vurulsun nəyə? 8-ə. 5 ilə 7-ni toplayırıq, bölürük 2-yə, vururuq 8-ə. 5 ilə 7-nin cəmi bizdə nə verəcək? 12 verəcək. 12-ni 2-yə böldük, vururuq 8-ə. 6 vur 8 bizdə elədi 48. Xassələrimiz var. Həm ədədi silsilə, həm də həndəs silsilə üçün xassələrimiz var ki, ədədi silsilədə biz ədədə ardıcıl, əgər ardıcıl hədlərdirsə, ortadakının 2 misli özünə eyni uzaqlıqda yerləşən ədədlərin cəminə bərabərdir. Misal olaraq A1 bərabərdir 5, A2 sual, A3 9. Bu nə demək istəyir? Yəni deyir ki, eyni uzaqlıqda olan hədlər bir-birinə ədədi orta əmələ gətirir. Məsələn, tutalım ki, A3-ü götürək A5-i, götürək A7-ni, hə. Bunlar nədir? Bunların eyni uzaqlıqdadır. Yəni gördüyünüz kimi bunların indeksləri 2 vahid fərqlə. Burada A5 nəyə bərabər olacaq? A5 bərabər olacaq. Bu ikisinin ədədi ortasına, A3 ilə A7-nin ədədi ortasına, yəni A3 ilə A7-ni toplayacağıq. A3 üstəgəlsin A7 bölürük nəyə? 2-yə. Yəni bu da onu demək istəyir ki, 2 misli özündən 2 misli özündən eyni uzaqlıqda yerləşən hədlərin cəminə bərabərdir. A1 verib 5. A3 ilə A1 ilə A3-ü toplayıb 2-yə böləndə biz də A2-ni verəcək. Yəni bunu elə 2-yə vurub 2 A2 bərabərdir 5 üstəgəlsin 9. O da bizə nə eləyib? 7 eləyib. Yəni bunu mütləq bilin ki, bu da ən bizə lazım olan düsturlardan biridir. Deyir, indekslər cəmi bərabərdirsə, silsilələr cəmi də bərabərdir. M üstəgəlsin n bərabərdir L üstəgəlsin K-ya, A-m üstəgəlsin A-m bərabərdir AB üstəgəlsin AK-ya. İndekslər cəmi bərabərdirsə, məsələn, tutalım ki, A3 üstəgəlsin A7, A3 üstəgəlsin A7 bərabərdir A2 üstəgəlsin A8-ə. Nəyə görə? İndekslər cəmi bərabərdir. 3 ilə 7-nin də cəmi 10 eləyir, 2 ilə 8-in də cəmi 10 eləyir. Yəni bu da onu demək istəyir ki, bu düsturumuzda indi indekslər cəminin sayına nisbəti. Misal olaraq A4 üstəgəlsin A6 bərabərdir 2A5-ə, A9 üstəgəlsin A13 üstəgəlsin A14 bərabərdir 3 A12. Bunlar hamısı düsturdan düstur çıxartmaqdır. Yuxarıdakı düsturlar var. Onlar nə demişəm? Hamısı bir-birindən nədir? Çıxarmadır. Daha sonra burada biz nə haqqında danışa bilərik? Həndəs silsilə. Ədəd silsilədən sonra biz burada həndəs silsilə haqqında danışa bilərik. Həndəs silsiləndə yenə müəyyən düsturlar, xassələri var. Burada artıq biz ədəd silsiləyə kimi, yəni adından da bəlli olduğu kimi həndəs silsilə olduğuna görə biz burada artıq ədəd qədər yox, ədəd dəfə dəyişəcək. Yəni burada artıq biz hasildən danışacağıq. Burada n-ci hədd düsturumuz artıq b-n olacaq. N-ci həddimiz nəyə bərabər olacaq? B-n bərabərdir. B1 vurulsun 200 üstə n-1. Burada həmişə B1-dir, yuxarıda ədəd silsilədə A1-dir. Bunları unutmuşuq. Bunlar bizim ilk həddimizdir. Adətən misalların özündə bizə verilir. B1 vurulsun 200 üstə n-1. Məsələn, deyir ki, B5-i tap, B1 vurulsun. N-in yerinə 5 qoyacaq. B1 vurulsun 200 üstə 4. İlk həddin yəni ətəyində əmsalinə indeksi ilə bu birisinin qüvvəti yəni bizə soruşduğu ədədin ətəyi eləyəcək, yəni indeks eləyəcək. Burada məsələn deyir ki, B1-in indeksi ilə Q-nun qüvvətləri cəmi B-nin indeksinə bərabər olmalı. Aha, gördüyünüz kimi burada vurğulayır. Tutalım ki, yenə burada da hələ B5 verib. B5 soruşur, B2-ni 3 verib, Q bərabərdir 2 verib. Hə, çəkə bilərsiniz. Nə baxımdan çəkə bilərsiniz? Biz düsturda ən çox B1-dən danışırıq axı. Burada qayda olaraq belə deyirik ki, məsələn, biz əgər bizə ilk verilən vurğun indeksin çoxaldırıqsa, 2-nin əmsal üstün qüvvətini azaldırıq. Məsələn, burada 2-ni verib də B2-ni verib. B2-ni veribsə, 2-nin qüvvəti nə olacaq? 3 olacaq. Yəni artıq biz burada 2 üstü 3 ilə hesablayacağıq. Məsələn, B5 bərabərdir B2 vurulsun 2 üstü 3 bərabərdir 3 vurulsun 2 üstü 3 bərabər nəyə? 24-dür. Çətin deyil əslində. Çox sadə qaydalardır. Düsturdan düstur çıxardıb tapırıq hamısını. Ki, düsturları bilsək, necə deyim, misallar yazmaq bizim üçün həqiqətən çox asan olacaq. Xassələrimiz var. Həndəs silsiləmizin eyni xassələri var. Deyir ki, əgər ardıcıl hədlərdirsə, ortadakının kvadratı özünə eyni ədədlərin hansına bərabər. Yuxarıda ədəd orta əmələ gətirdi. Burada artıq həndəs orta əmələ gətirəcək. Məsələn, tutalım ki,
B3, B4, B5. Hə, bunlar hamısı nədir? Bir-birindən eyni uzaqlıqdadır. Bunların indeksləri iynədə qədər fərqlənir. B4 nəyə bərabər olacaq? B4 bərabər olacaq kökün altında B5 vurulsun B3-ə. Ki, bunlar məşhur qaydalardır. Sizə həqiqətən çox lazım olacaq. Məsələn, burada verilib yenə deyir B1, B5, B3 nə qədər fərqlənir? 2 qədər fərqlənir. Bu kvadrat elə hər tərəfi kvadrata hesablayır. Yəni çaşmayın ki, sən kökün altında yazırsan amma orada kvadrat verib. Yox, əslində hamısı eyni şey. B3-ü də yəni burada kökün altında B1 vurulsun B5 kimi göstərir. Bu ikini buradan silsən yenə eyni şeydir. Sadəcə kvadrata hesablayır. İndeks qaydaları yenə burada da eynidir. Ədədi silsilə necə isə, həm də silsilədə sadəcə hasil şəklində olacaq. İndekslər cəmi bərabərsə, silsilənin hasili də bərabərdir. Ki, yuxarıda qeyd elədiyim kimi, məsələn, tutalım ki, B1 vurulsun B3 bərabərdir B2 vurulsun B2-yə. Bu yenə həm də şeydir, kökəldir. Məsələn, başqa bir şey deyək. B4 vurulsun B2 bərabərdir B1 vurulsun B5-ə. Eyni şeylərdir, sadəcə qaydadan qayda. Yenə burada da misal olaraq verilib ki, B4 vurulsun B5 bərabərdir B7 vurulsun B2. Gördüyünüz kimi 4 üstə gəlsin 5, 9 edir, 7 üstə gəlsin 2 dənə edir, 9 edir. Sizə vurumuzun düsturu var. Q'nun düsturu 2 üstə minus K bərabərdir B-nin bölünsün BK. Yəni biz artıq burada həm də silsilədən danışırıq. Müəyyən bir vuru qədər fərqlənirsə, artıq biz Q'nu tapmaq üçün ardıcıl 2 həddimizi bir-birindən bölüb tapacağıq. Amma məsələn, desək ki, həm də silsəməyə gətirir, amma sondan bir dənə bizə sıranın həddini versə, qabaqdan, qarşıdan bir dənə sıranın həddini versə, desə vurulu tapın. Artıq burada düsturumuz olaraq biz bundan istifadə edəcək ki, B-nin bölünsün BK bərabər nəyə? N çıxılsın K-ya. Burada isə Q-nun qüvvəti B-nin və BK-nin indekslərinin fərqinə bərabər olmalıdır. Misal olaraq B4 bərabər 36 verib, B2 bərabər 9 verib, Q-nu verir. Qaydada nə dedik? Dedik ki, indekslərin fərqini tapırıq. 4-dən 2-ni çıxıram, neçə elədi? 2 elədi, yazın qüvvətə. Daha sonra nə edirəm? B4-ü B2-yə bölürəm. B4-ü B2-yə böləndə 36-nı da 9-a böləndə bərabərdir 4. Müsbət mənfi 2-nin ikisini də götürürəm. Silsilənin cəmi düsturu var burada. Yuxarıda biz ədədi silsilədə qeyd eləmişdik. Ədədi silsilənin ayrı düsturu var. Orada cəmdə, burada artıq hasilini hesablayacaq. Həm də silsilənin cəm düsturu bu şəkildə verilir. Sn bərabərdir. B1 vurulsun Q üstə minus 1 bölünsün Q minus 1-ə. Bu düsturları bilsəz, topluda, sınavlarda silsilə ilə bağlı elə ən çox qarşınıza çıxan qaydalar bunlar olacaq. Sonsuz azalan həndəsi silsilə var. Sonsuz azalan həndəsi silsilədə biz artıq, yəni sıfıra doğru yaxınlaşır, amma sıfır qiymətini alamır. Baxın, 16, 8, 4, 2, 1, gedir, azala bu gedir. Burada deyir ki, bizim cəm düsturumuz nəyə bərabərdir? S sonsuzluq bərabərdir. Yəni, sonsuz azalan həndəsi silsilənin cəmi bərabərdir. B1 bölünsün 1 minus Q-yə. İndi məsələn deyə bilərsiniz ki, bunu nətər hesablayacağam? B1-i Q-nu haradan tapacağam? Eyni qaydada. Sadəcə burada nədir? Sonsuzluqdur. Yəni sonsuzluğa doğru azalır, sıra yaxınlaşır, sıfır qiymətini ala bilmir. B1-imiz 16-dır. Q-nu tapırıq. Q-nu elə məsələn bu B1-dən, bu da B2-dir. Biz dedik ki, ikincini birinciyə bölürük. B2-ni B1-ə bölündə 8, 16-ya bölündə Q nə olur? 2 ilə 1 olur. Hər şey gətirib düsturda yerinə qoyuruq. B1-in yerinə 16 qoyuruq. Q-nun yerinə 2 də 1 qoyuruq. 1 çıxılsın 2 də 1. Cavabımız nə olur? 32 olur. Yəni bu silsilənin son cəmi nə qədər olur? 32 olur. Yəni hara gəlsə getsin, bunun cəmi 32 olacaq. Başqa burada demədiyimiz nə qaldı? Baxaq bir dənə görək nəsə qaldı mı? Hər şeyi vurguladım. Yəni çətin ola bilər, çətin görünə bilər. Yox. Uşaqların çoxu da burada çətinlik çəkir. Mən bilmirəm niyə çətinlik çəkir. Yəni düsturdur, qaydadır. Qaydanı biliriksə, onu tətbiq eləməyi nə etməliyik? Bacarmalıyıq. Desəm ki, artıq təfəkkürlə bağlı olan bir şey var ki, həndəsə adətən əl olur, amma cəbirdə düsturdur, düstur verir, qaydanı öyrənirsən, onu da tətbiq edirsən, tətbiq eləməyə çalışırsan. Dərs 12 funksiyalardır. Funksiya və qrafikləri sizlərə ətraflı şəkildə izah eləməyə çalışacağam. Ümid edirəm faydalı olur, ümid edirəm dəstək verə bilərəm. Dərs 12 funksiyalar və qrafiklərdə görüşmək ümidi ilə, sağ olun.